Niyam Səlaminin başına iş gəldi. Pulum yoxdur. Cibimdə pulum qutarıb. İndi sizdən borc var. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Niyam Səlaminin başına iş gəldi. Pulum yoxdur. Cibimdə pulum qutarıb. İndi sizdən borc var. İfaçı küsülü olduğu sənətçilərdən söz saldı. Aynur xanım, Səidə xanım görmədik. O illərin dostuydu. İndi dostum deyil. İndi deyil, niyə? İndi de aramız münasibət. Biri ailə qurub, biri nəsə məndən problem yaranıb. Yəni olur da, olur. Yeni mahnıdan əlavə ilk növbədə Rauf Hacıyevdən oxudum Qadınlar üçün qadın mahnısı. Onu təqdimat elədim. İndi ata mahnısı Rauf Hacıyevdən oxuyuram inşallah. Sonra Nailə xanım Mir Məmmədin mahnısıdır. Bir də ki, yeni mahnı, bir də Nəqd Pul. Nadir Nəqd Pulun mahnısıdır, yeni mahnı. 3 yeni mahnı ilə. 4 diyor. Birinə klip çəkdirməmişəm. Biri də mahnıdır. Senin yokluğuna sensizlemişim. İşki yazan yazıp bizim tarihimizde, gönül işgalıyla her ikimizde, sevgi bizde, ürəkdədir və dilimizdə. Uğurlu olsun, ruzulu olsun, düşərli olsun. Niyamın hər sevincinə, hər uğuruna o qədər sevinirəm. Allah ona xeyir versin. Hər iki işdə. Hər zaman da necə mənim yanımda da dəstək olub, mən də öz köməklik mi deyim, dəstək mi deyim, əsirgəmirəm. Çox sevinirəm. Uğurlu, xeyirli olsun. Niyam Səlami od püskürdü. Ətrafınızda negativ insanlar var. Var idi, təmizlənib. Nədən sonra təmizləməyə qərar verdin? Nədən sonra yox. Nədən sonra deyəndə ki, Yavaş-yavaş təmizləməyə başladın. onu yavaş-yavaş təmizləyirsən. Mümkün deyil. Çünki birdən-birə adicə öz belə balova birdən nəsə belə bir rus demişkən reski söz deyərsən, xətrinə dəyər. Hərənin öz dili ilə danışmaq da o da mənim üçün böyük bir məktəbdir. Çünki mən bu məktəbi elə-belə keçməmişəm. İnsanlarla danışmaq çox çətindir. Xüsusən də biz elə bilirik ki, qadınlar misal üçün incədir qadınla danışır. Yox, kişilərlə danışmaq qadınlardan çox ağırdır. Kiməsə baxıb örgənə gəlmişəm. Savadı olmayıb. Hələ də öyrənmək istəmir. Belə qalmaqalın gündəmdə olan müğənnilərə necə baxırsınız? Necə yəni əsəblərinizi hələ də cilovlaya bilirsiniz? Dar düşüncəlidir ömrüm. İçindən gəlmədi ki, zəng eləyim deyim ki, bəsdir də yəni mikrofonu qoy yerə, sən kimi səhnədə nə gəzir? O onu istəyir deyənə, o da o onu istəyir ki, ona kimisi zəng eləsin. Gözəl müğənnidir, gözəl sənəti var, hansı bir işdə axsaqlığı var, ona zəng eləyərəm. Bilərəm ki, o sənətkardır. Ona nəyisə müraciət eləyəndə deyəndə o barışa bilir. Səlaminin qara siyahısına kimlər düşdü? Mən evlərinizə deyirəm, blok eləyir bir dəfəndi. Qarşıva çıxmır. Onu deyirəm, onu elə. Heç olmasa xətrinə dəyər deyirəm, birdən görər ki, blok eləmişəm. Çünki məndə yəni, doğma adamımı belə blok eləyən adamım. Düz danışmırsansa mümkün deyil. Düz yanaşımın yoxdursa... Sən görə show biznesdə kimlər? Onda gərək hamısını bloka atasan ki, niyə? Yox, düz adam deyəndə, düz addım atan müğənnilərdən ancaq muğam, sanat müziği oxuyan bizdə qardaşlar, xanımlara çox xoşum gəlir. Onların çərçivəsini çox bəyənirəm. Meyxanaçılarla ara nədir? Necə yəni, meyxana sevən adamım. Meyxana bizim Cənub zonası meyxana üçün balacadan beri Allah rəhmət eləsin Ağa Səlim müəllimidir. O Ağa Səlim Çıldaq Nizaminin vaxtında bizim rayona gəlib biz uşaq idik. Mən indiyə qədər yadımdadır ki, bizim analar, bacılar, yəni necə deyirlər o palatkanın arxasında. Bizim evin karşısı bir dağdı, evin karşısında güzel bağdı. Rahmetlik atam babam sağdı, 3-4 tane de dağaşım var idi. 3-4 tane de dağaşım var idi. O vaxt cavandım, ne yaşım var idi.
Hətta açardılar ki, xanımlar üçün də ki, analar üçün qoy, onlar da görsün. O sözləri, qəzəlləri, onda söyüş yox idi, nalayıq yox idi. Meyxananı meyxana kimi təqdimat edirdilər. Elə bir söz atırdılar ki, keçələ də elə bir söz deyirdilər ki, keçəli keçəllə uyğunlaşdırdılar, gülərdin, ləzzət eləyərdi. Əslində nə dəyişdi? Kimlər dəyişdi? Telefon bizi xaraba qoydu. Telefon bizi pis günə qoydu. Amma meyxanaçılar həmindir. Meyxanaçılar həmən meyxanaçı deyil. Həmən meyxanaçılardan az qalıb dövran dəyişdi. Nostradamus deyiləm ha. Qabaqcadan görən adam deyiləm, amma mən sizə deyirəm, bunu bilin. Mən hər şeyi pulla yox, hər şeyi hərəkətimlə, davranışımla, əməlimlə eləmək istəyirəm. Biri var ki, bazara gedirsən, banan alırsan, nə var ki, pulun var, getdin banan aldın, yedin. Amma bananın hünərin var ki, ona qulluq elə, parnikdə saxla Azərbaycandakı. Var falçılarla, belə falçılara inanan, falçılarla işləyir. İnanan nə deyə? Köç salıb orada. İnanmaq deyil ki. Hətta ibadət eləyir, yenə də gedir. Niyə görə gedir? O gündəmdə olmaq üçün. Sizin xəbəriniz var ki, qadınlardan çox kişilər gedir. Bir sözdə ağla batan, gəl olma mənə yad adam, mənə canım canan ver, qoru xətə bəladan yaradan.